Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Ebil Qasimi Muhammedin el-Mustafa ve alihi't tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Deməli, mümin qardaşlarımız bu məsciddən olan əzizlərimizdən biri təqribən 2 həftə bundan əvvəl belə bir sual soruşmuşdu. Ərəbcəsini oxuyum, tərcümə edeyim, sonra müştehidlərimizin nəzərini bilək və hər kəslə öz təqlid elədiyi müştehidin fətvası ilə də geçsin. Deməli, şəxsun tayaqqana ənəhu zadə rəkətən əv ruku'ən fissalah. Bir nəfər namazdan sonra yəqinlik əldə eləyir ki, namaz qılıb, orada bir rəkət artırıb. Məsələn, 4 rükətli namazdır, namaz qılan əsnada elə bilib ki, 4 qılıb, amma namazdan sonra yəqinə yetişir ki, mən 5 qılmışam. Bu şəkkiyyət deyirə, binanı qoyasan filan, yox. Şərhi məsələdir. 4 rəkətli namazı 5 qılıb və yaxud rükû artırıb. Məsələn, hər rəkətdə 1 rükû lazımdır, bu adam 2 dəfə rükû eləyib. Sual belədir, bir nəfər namazında bilərəkdən deyir, namazdan sonra yadına düşür ki, mən 1 rəkət artırmışam və ya 1 rükû artırmışam. Bu adamın namazının hökmü nədir? Cavab. Birinci ayətullah Şeyx Nasır Məkarim Şirazi ağanın cavabı. Ağa buyurur, nəəm, təcib-ül iadə. Deyir, bəli, namaz təzələnməlidir. Ağaya təqlid eləyən hər bir şəxs yəqinə yetişsə ki, namazdan sonra mən 1 rükû artırmışam və yaxud 1 rəkət əlavə qılmışam, həmən o namazı təzədən neynəməlidir? Qılmalıdır. Bu, Şeyx Nasır Məkarim Şirazi. Ayətullah Mədəni Təbrizi eyni suala cavab verir, ağa buyurur, fil farz əl-məzkur təcib iadətis salah. Verilən suala əsasən namaz təzələnməlidir. Aleykumussalam. Ayətullah Seyyid Səid Həkim Nəcəf Əşrəfdə oturan müştehidlərimizdən biridir. Eyni suala da ağa cavab verir. Ağa buyurur, taqtulu salatəl furadə. Əgər namazın tək qılıbsa, belə bir işlə üzləşibsə, namaz batildir, gərək təzələnsin. Və əmməl cəmaə fəfihə təfsil. Əgər bu hadisə cəmaat namazında onun qarşısına çıxıbsa, deyir, bu mövzuda geniş bir fikri araşdırma vardır ki, onu qeyd eləməyib. Deməli, Seyyid Səid Həkimə təqlid eləyən şəxslər namazdan sonra tək qıldığı təqdirdə, aleykumussalam, namazdan sonra şəkk eləsə ki, mən 1 rəkət artırmışam, 1 rükûnu şəkk eləmək yox, yəqini olsa ki, 1 rəkəti artırıb və yaxud 1 rükû artırıb, namazı batildir. Amma cəmaat halında qılıb, sonra bu mövzuda yəqinlik əldə eləsə, deyir, bunda bizim başqa fikrimiz də vardır ki, burada yazmıyor. Sonra, Ayətullah Seyyid Sadiq Şiraziyə də eyni sual göndərilir. Ağa buyurur, taqtulus salah bi ziyadət rəkətin əv rükû. Namaz, rəkət və rükû artırmaqlıqla batil olur. Və lidəlikə yecib iadətis salah. Bu səbəbə görə də namaz təzələnməlidir. Burada fəqət Seyyid Səid Həkimdir ki, cəmaat namazı ilə təkdə fərq olur. Ayətullah Seyyid-ül Burucurdi eyni suala cavab buyurur. Ləv zədə rəkətən təcib-ül iadə. Amma ziyadət-ül rükû fəyəti bi səcdəti səhv və təsuh salatu. Əgər 1 rəkət əlavə olunubsa, yəni 4-5 olubsa, bu təzələməlidir. Amma hər rəkətdə ki, 1 rükûmuz var, əlavə 1 rükûda eləyib, namaz halında fikir verməyib, namazdan sonra yadına düşüb, yəqinli eləyib ki, mən 1 rükûda artırmışam, Ayətullah Seyyid Burucurdinin müqəllidi səcdə-i səhv eləyəcək, namazı səhvdir. Deməli,
Ayətullah Seyyid müdərrisi eyni suala cavab verir. Təcib iadətü salat. Rükû artırdın, rəkət artırdın, namazı təzələməlisən. Deməli, Ayətullah Seyyid Kazımil Hairi eyni suala cavab verir. Təcibul iadə vəl qaza. Əgər namazın vaxtı çıxmayıbsa, təzələməlisən. Əgər namazın vaxtı çıxıbsa, qəzasını yerinə yetirməlisən. Ayətullah Şeyxil Girami eyni suala cavab verir. Buyurur, təcibul iadə. Gərək namazı təzələsin. Ayətullah Seyyid Sadiq Ruhani eyni suala cavab verir. Buyurur ki, mən təyyəqqən ənəhu zadə fissala təcibul iadə. Əgər yəqinliyi əldə eləsə ki, bu şeyləri artırıb, vacibdir ki, təzələsin. Sonra Ayətullah Seyyid Əli Xamenəi ağanın müqəllidlərinin fətvası belə olacaq. Sualı təkrar edirəm. Bir nəfər namazdan sonra, namaz əsnası bilərəkdən olan şeydir. Aleykümselam. Unutqanlıq üzündən namaz əsnasında artırıb, namazdan sonra yəqinliyə yetişir ki, mən bir rəkət və yaxud bir rükû artırmışam. Ağanın müqəllidləri nə edəcək? Təcibul iadə fi mafrudu sual. Rükû artırdın. İstər rəkət artırdın, təzələməlisən. Sonra Seyyid Kemal Heydəri eyni suala cavab verir. Buyurur ki, rükû rukundur, kim onu artırsa və yaxud azaltsa və onda hər bir nöqsan yaratsa qəsdən və yaxud cəhalət üzündən namazı batildir. Sonra Ayətullah Muhaqqiq eyni suala cavab verir. Buyurur ki, fi fardul sualil əvvəl təcibül iadə. Namaz təzələnməlidir. Ayətullah Şeyx Hüseyin el-Mazahiri o da buyurur, təcibül iadə vəl qaza. Namazın vaxtı çıxmayıbsa təzələyəcək, vaxt çıxıbsa qəzasını yerinə yetirəcək. Şəms-il Vaidin, Ayətullah Şeyx Şəms-il Vaidin o da buyurur ki, ziyadətur ruku' və rəqə mubtilətun lis-salat. Namaza bir rəkət artırmaq, namaza bir rükû artırmaq namazı batil edir. Salavat zikri Muhammed var. Allah!